Salamlayıram hamını. Xoş gəlmisiniz. Bugünkü söhbətimiz zamanı dəyərləndirməkdir. Zaman insanın həyatında çox önəmli bir resursdur. Layiqincə dəyərləndirilməyən bir resursdur. Və bu etinasızlıq, bu barmaq arası baxmaq bu şeyə çox baha başa gəlir. Bilirsiniz, insanların çoxu zamanını boşuna xərcləyir. Qocalırlar. Qocalanda bunu tam hamı başa düşür. Qocalanda hamı başa düşür ki, onun zamanı boşuna xərcləndi. Çoxsu. Özü elədi bunu. Heç kim eləmədi. Nə qədər ki, cavan idi, soruşurlar ona ki, filan şey eləyə bilirsən, vaxt yox deyə bilirsən, iş, bilirsən, vaxt yoxdur. Amma hər şey onun əlində idi. Yaşlı olanda onu başa düşür. Bunu kəsərdim, buradan qoparardım, bunu buradan imtina eləyərdim, bunu buradan belə rədd eləyərdim istədiyimi. Və hər şeyə də həyatda sizə zaman lazımdır. Məsələn, bir dil öyrənmək üçün sizə azı 5 il zaman lazımdır. Nə qədər tez başlasanız, ara vermədən. Bir o qədər tez bitirərsiniz. Gec başlasanız, 10 il, 20 ilə qədər uzanacaq və siz onu öyrənə bilməyəcəksiniz. İnsana zaman lazımdır Allaha sarı getmək üçün. Bəlli bir zaman. Çoxsu deyir ki, az ömür verilibdir bizə. Amma bir təxmini ortalama bir 50, 60, 70 yaş yaşayan insanları götürsək, bir 3 dəfə imana gəlmə imkanı var onun ömründə. 20 götürsək, bir 3 dəfə. Amma insan o qədər israfçıdır ki, heç bir dəfə də gələ bilmir, görsən ki. Bir dəfə də gələ bilmir, çürüyür. Zay olur. Budda deyir ki, balıqsız göldə qocalan leylək kimi biçarə bir vəziyyətə gəlir düşür. Ömür qutarıb, göldə balıq yox, resurs da yox, bir şeyə də çatmayıb. Amma insan həqiqətə gəlib çatırsa, deyir ki, buludların arxasından çıxmış ay kimi bütün dünyanı işıqlandırır. İnsanların hər biri bir aydır. Sadəcə olaraq geri gəlib həqiqətə çatsın. Həqiqətə çatanda o həm özünün ömrünü işıqlandırır, həm ətrafındakiların ömrünü işıqlandırmağa başlayır. Rəhmət olur ətrafındakı adamlar üçün də, fəlakət olmur. Əgər qaynana-qaynata yolu bilirsə, o gənclər üçün böyük bir rəhmətdir. Bir yerdə yaşamaq. Əgər yolu bilmirlərsə, cəhənnəm də onlar üçün. Yolu bilməyən adamla bir yerdə yaşamaq. Amma sizə bir şey söyleyeyim ki, yolu bilməyən valideynlər də müəyyən mənada rəhmətdilər. Onlar acı yaradırlar sənin qəlbində. Dəhşətli bir acı yaradırlar. Sən də dəli kimi dərman axtarırsan ona. Sən elə bir varlıqsan ki, sənin qəlbin inciməsə, axtaran deyilsən həqiqəti. Axtaran deyilsən. Həkimə ancaq daha mümkün olmayanda gedirik biz. Fikir verirsiniz. Daha mümkünsüz olanda məcbur qalıb gedirik həkimə. İlk simptomlarda getmirik həkimə. Allahı da biz ancaq o vaxt axtarırıq. Ancaq o vaxt axtarırıq ki, daha mümkünsüzdür, yaşaya bilmirəm. Gedirlər psixoloq yanına, gedirlər, nə bilim, alim yanına ki, neynəmək olar bu durumda? Deyirəm, bax, xoş gəlmişsən, krizis dirənib qapıya. Başa düşürsən ki, daha əvvəlki cür yaşaya bilmirsən. Amma inan ki, o qaynana-qaynata pis olmasaydılar, sən elə əvvəlki kimi zamanını itirməkdə davam eləyəcəkdi. Ay, bax, filan yerdə filan konsert var, gidək ora. Ay, filan yerdə səyahət var, ucuz, gidək ora. Filan yerdə filan şey gördüm, təzə telefon çıxdı, bundan da alaq. İnanın ki, insanların 99,9%-nin başındakı budur.
Buraxasan, əzab da verməyəsən bunlara, problemi də olmaya bunların. Bütün ömürlərini boşuna xərcləyəcəklər. Allah isə Quranda hər yerdə deyir ki, biz sizi yaratdıq və elə bilirsiniz ki, boş-boşuna buraxacağıq sizi. Yəni, sizin özünüzə yazdığınız gəlmir, bizim də sizə yazdığımız gəlmir. Bizim sizə yazdığımız gəlir. Ona görə sizi əzabla yad edəcəyik. Sənin görəcəyin bir iş var, gör onu. İnsanın müəyyən bir potensiyası var, gücü var. Xeyir əməllər insanın gücünü artırır ki, həqiqətə doğru gedə bilsin. İlk nə problem varsa, hər bir insanın qəlbinin halına uyğun, səviyyəsinə uyğun, mənəvi kapitalına uyğun əngəlləri vardır. O əngəllər qoymur onu hərəkət eləməyə. Xeyir əməllərlə o əngəlləri qaldırır insan. Yolu sürətlənir. İnsanları o qədər azdırırlar indi ki, gəl deyir, xeyir əməllər deyir, elə ginən pulun artacaq. Gəl deyir, dua elə ginən pul istə Allahdan. Allah da Quranda deyir, bunu istəyirsiniz, verərəm, amma başqa işinə verməyəcəm sonra. Bilirsiniz nə deməkdir? Sizin bir dənə kapitalınız var Allah qatında. Etdiyiniz xeyir əməllərdən. Onu sizin xeyrinizə xərcləyə bilərlər mələklər. Siz də onu deyirsiniz ki, maşın istəyirəm, belə hamısını xərcləyim, verin mənə maşın şəklində. Deyir, tamam, maşın şəklində sənə verərəm. Amma mən sənə nəfəs də verə bilərdim. Yadınıza gəlir Yunus İmrənin əhvalatı. Ay, sağ ol. Buğda mı istəyərsən, nəfəs mi istəyərsən? Bu böyük müdrik adamlar Allahın dili ilə danışarlar. Quranın dili ilə danışarlar. Elə baxırsan bir söhbətdir, hardan gəlib bu müdriklik? Buğda mı istəyirsən, nəfəs mi istəyirsən? Deyirlər, buğda ver də mənə. Sonra başlayıb fikirləşməyə ki, bu nə idi? Görən nəfəs nə imiş? Və həqiqətən Fatihə surəsindəki Allahın bizi nemət verilənlərin yoluna yönət deyəndə, orada bir də sınaq var. Sən nemət verilən deyəndə kimi nəzərə tutursan? Sən nəyi nemət sayırsan? Quran bu barədə açıq deyir. Kimə hikmət vermişəm, ona ən böyük neməti vermişəm. Hikmət istəyən neçə adamdır? Səni qışda da isidər, aclıqda da tox eləyər. Bütün əzablardan götürər səni hikmət. Ölüm anında da köməyin olar. Sona qədər. Hikmət belə bir nemətdir. Amma gələrlər, pullarını alarlar, əlindən qalarsan eşnəsiz. Evi dağdarlar, bomba ilə qalarsan evsiz. Nemət nədir? Ona görə xeyir əməllər eləyin deyir bütün peyğəmbərlər. İşiniz, gücünüz yoxdur, xeyir əməllərləyin. Özünüzə bundan yaxşı heç nə eləyənməzsiniz. Mən deyir, görürəm işi, siz də eləyin. Mübahisə yeri deyil. Mən öz işimin üstündə işləyirəm, siz də öz işinizin üzərində işləyin. Yolu sürətləndirməyin üsulu da xeyir əməlləri artırmaqdır. Kaş bunu insanlar bilələr. Çox dualara taxılırlar. Dua asandır deyə. Hər şeyin də sətisinə gedirlər. Allahı xatırlamanın ən həqiqi yolu onu zikr eləməkdir. Onu təfəkkür eləməkdir. Bu sizin yolunuzu eləyər. Həmən o hindilər də bunu biliblər. Deyiblər ki, həqiqəti dərk etmə istiqamətində yetərli idraki çaba göstərsəniz, bir neçə ömrün günahlarını yandıra bilərsiniz. Kül eləyə bilərsiniz. Allahı dərk etməkdə edilən çabalar dərin olarsa, bir neçə ömrün günahlarını yandırmaq iqtidarındadır.
Deyirlər ki, həyatımın mənası mənim evladlarımdır. Oy, oy, oy. Bir vaxt gələcək, qorxacaqsınız bu sözü səsləndirməyə. Həyatımın mənası necə sənin evlad ola bilər? Ona görə fərsiz evladların sayı artır, bilirsiniz ona görə. Allah evlad vasitəsilə sizin yanlış yolda olduğunuzu sizə başa salır. Budur, bunu şərik qoşdun Allaha. Bu evlad, indi gör sənin başında necə turp əkəcək bu evlad. Evladı da həyatın mənasına çevirmək olar. Sevirlər bir-birləri, sevgililər. Bizə deyir, Allahdan danışma, bizə sevgidən danış. Biz bir-birimizi sevirik. Xoşbaxt olacaq. Ay, hay. Siz ancaq Allahı sevsəz, xoşbaxt olacaqsınız. Bir-birinizi nə qədər sevirsiniz, sevin. Axırı bədbəxtlik olacaq bunun. İnsanı sevməkdə nə var ki? Dilənçi dilənçidən pul dilənir. Bir qızın bir oğlanı, bir oğlanın bir qızı sevməyi budur. O dilənçidir, o da dilənçidir. Onda heç nə yoxdur. Dilənçi dilənçidən saadət dilənir. İnsanlar arası münasibətlər gözəl olacaq, işıqlı olacaq, əgər ortada Allah varsa. Evdə Allahın kölgəsi yoxdursa, bərəkəti, mərhəməti, lütfü yoxdursa, o iki nəfər bir-birini yeyəcək. Yeyirlər də. Fikir verin, bütün boşanan ailələrdə konflikt həmişə bu səbəbdən olur. Allaha deyil, bir-birlərinə zikr edirlər. Və dünya bağlılıqlarına zikr edirlər. Allahdan qorxmurlar. Allah deyir, sədaqətli olun bir-birinizə. Başqasının arvadını istəməyin. Bibliya belə danışır. Bibliyanın dilindən dedim. Əskəhdə belə deyirdilər. İstəmə başqasının arvadını. Özünkünə bax. Öz quyundan su iç, deyir Bibliya. Sənə vermişəm, onu dəyərləndir. Amma sən elə bir naşükürsən ki, sənin elə bir devalvasiya edici baxışların var, elə bir təhqiramiz nəfsin var ki, sən hər şeyi dəyərdən salan bir insansan. Baxırsan, 5 dəqiqə baxandan sonra dəyərdən salırsan artıq. Sonra da sevə bilmirsən. Özün saldın dəyərdən. İstəyirsən sevgin əbədi olsun, dəyərə mindir gördüyünü. Hər gün şükür elə Allaha ki, nə yaxşı ki, bunu mənə vermirsən. Onda hər gün sənin gözünə daha gözəl görünəcək həyat yoldaşlar. Hər gün Allaha şükürləsən ki, Allahım, nə yaxşı sən mənə bunu vermirsən. Hər səhər duranda deyib, doğrudan necə mənim şanslı adamam, necə mənim bəxtim gətiribdir. Şükranlıqdadır səadətin sirri. Yenə də Allah var ortada. Hekayətlər var, hekayətdə Allah yoxdur. Sevirlər bir-birlərini. Elə bilirlər ki, biri o birisini xoşbaxt eləyəcək. Yanlışdır. Yanlışdır. Məhəbbətdən yazan şairlər də hamısı yanlış yerə gedirlər. Yaradıcılıqlarını da tükətdirirlər. Əgər o məhəbbətin arxasındakı Allahı görmürsün. Məhəbbətdən danışanda Füzuli kimi, əgər Allahla insanın hekayətinə çevrilmirsə bu, o məhəbbət hekayəsi səthi olur. 3 günlük olur. And olsun zamana ki, insan ziyan içindədir. Zaman böyük resursdur. Onu dəyərləndirib həqiqətə gəlib çıxmaq olar. Onun başqa dəyərləndirilməsi də yoxdur. Məsələn, biz zamanımızı xərcləyirik ev almaq üçün. Məsələn, ipoteka kreditinə giririk, 20 ilimiz gedəcək ev almaq üçün məsələn. Bir 5 ilimiz gedəcək avtomobilin kreditini ödəmək üçün. Görürsünüzmü? Hər şeyə zaman xərcləyirik. Halbuki bütün zamanını xərcləyib Allaha çatmaq lazım. Bura biz dəyər qazanıb Allaha yaxınlaşmaq üçün gəlmişik. Bu vaxtı da öz nəfsinə sərf eləmək böyük bir israfçılıqdır. Ona görə deyir, xatırla insanlara ki, faydası vardır. İnsan hər gün özü-özünə xatırlamalıdır ki, mən burada nə üçünəm?
yadından çıxanda o müdrik kitabı açıb oradan kök götürməlidir həyatına ki, zaman itirməsin. Belə bilirəm ki, deyəcəyim nöqtələrin hamısını vurğuladım.